Bəli, Çinarə, vurğuladığın kimi artıq bir neçə müddətdir ki, elektron siqaretlərin qadağan edilməsi ilə bağlı məsələ müzakirə edilir və bu qərar 2026-cı ildən etibarən qüvvəyə minəcək və bir məqamda qeyd edim ki, bu qərarın müzakirəsi getdiyi andan etibarən ictimaiyyət arasında, eyni zamanda bu məhsulu istifadə edənlər və satışını həyata keçirən sahibkarlar arasında bu istiqamətdə bir sıra qərəzli fikirlər mövcud idi və təbii ki, elə bununla bağlı qeyd edirdilər ki, etirazlarını bildirmişdilər və indiki məqamda elə Səhiyyə Nazirliyinin bu məsələ ilə bağlı rəsmi mövqeyi var. Həmin mövqeyidə hazırda qonağım Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Nərmin Azadovadan eşidəcəyik. Xoş gördük Nərmin xanım. Buyurun detalları sizdən eşidək. Xoş gördük. Marketinq siyasətinə xidmət edən elektron siqaretlər ictimaiyyətə təqdim olunmamışdan qabaq insanlar arasında belə bir fikir yayıldı ki, elektron siqaretlər siqaret deyil, onlardan qurtulmaq üçün bir vasitədir. Lakin bugün elmi araşdırmalar sübut etmişdir ki, bu fikir tamamilə yanlışdır. Elektron siqaretlərin tərkibində aslıq yaradan nikotin maddəsi və bununla yanaşı xərçəng xəstəliyi, ürək-damar xəstəlikləri və digər ağır xəstəliklərə səbəb olan bir çox kimyəvi maddələr vardır. Və Ümumdünya Səhiyyə Təşkilatı birmənalı olaraq konvensiyaya daxil olan bir çox ölkələrə elektron siqaretlə bağlı qadağaların qoyulmasını şiddətli şəkildə tövsiyə etmişdir. Və bugün artıq 40-dan çox ölkədə elektron siqaretlərin satışı istifadəsi ilə bağlı bir çox tədbirlər həyata keçirilir və qadağalar həyata keçirilir. Bu qadağaların gələcəkdə Azərbaycanda da elektron siqaretlərə şamil olunması təbii ki, Səhiyyə Nazirliyi tərəfindən sevinclə qarşılanır. Çünki artıq uzun illərdir Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi istər kütləvi informasiya vasitələri ilə, istər həyata keçirdiyi maarifləndirici tədbirlərdə elektron siqaretlərin zərərləri və ondan uzaq durmağın önəmliyi, vacibliyi barədə bir çox çıxışlar etmişdir. Bugün bu qərarın qanunvericilikdə dəyişikliklərin həyata keçirilməsi təbii ki, gənclərin elektron siqareti belə asanlıqla əldə etməyinin tamamilə qarşısını alacaq və ümid edirik ki, istər gənclər, istər xanımların statistikasında inşallah ki, aşağı eniş nəzərə çarpan dərəcədə olacaqdır. Təşəkkür edirəm informasiyaları və mövqeyi bizimlə paylaşdığınız üçün. Bir daha xatırladım ki, biz bundan əvvəlki bağlantılarımızda da, bağlantılar edəndə də verilişimiz üçün qeyd edirdik ki, onkoloji xəstəliklərin sayı artıb və onlar arasında da ən önəmli yeri məhz ağciyər xərçəngi tutur ki, məhz bu xəstəliyin yaranmasını şərtləndirən əsas səbəblərdən biri də elə siqaret, tütün məhsullardan istifadədir. Onlar arasında da elə elektron siqaretlər xüsusi yer tutur ki, məhz bu məhsulun qadağası ilə onkoloji xəstəliklərin geri dönülməz nəticələrinin qarşısını almaq hədəflənib və bu istiqamətdə də elə 2026-cı ildən etibarən baxmayaraq ki, etirazlar var, düzdür, amma buna baxmayaraq məhz bu qanun qüvvəyə minəcək və artıq elektron siqaretin satışı və həmçinin onun maddələrinin satışını həyata keçirən adamlar, şəxslərin də qarşısı alınmış olacaq. Çatdıra biləcəklərimiz bu qədərdir. Mövzu ilə bağlı söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə məlumata görə.